Artıq oyunun 2də 1 hissəsi geridə qalmaq üzrədir. Araz Saatlı'nın futbolçusu yerdə qalmışdı. Hakim getdi onun yanına, baxdı ki, görsün vəziyyəti yaxşıdır yoxsa yox. Və pressingə davam edirik. Araz Saatlı görünməyəcək və top meydanı tərk edir. Out Şirvanındır. Artıq 57-ci dəqiqə edir. Hücum hərəkəti davam edəcək. Pas. Şirvandan. Araz Saatlı'nın bəxti gətirdi. Araz Saatlı'nın hələ ki Azərbaycan 2-ci liqasında bəxti gətirmir. Qələbə qazanmamaqda bəxti gətirmir. Hələ ki 57-ci dəqiqədə yekunlaşır. 58-ci dəqiqədə başlayır. Artıq oyunun 3də 1 hissəsinə doğru addımlayırıq. Şirvan sədaları gəlir. Peki, devam edirik. Şirvan pressing eləyəcək. Şimdi əla bir pas. Pərviz Bayramovun yetirmələrindən oyunu bir sürətli gedir ki, bir məndidirin topuq vurur və sən neynirsən Şirvan? Və out Araz Saatlı'nındır. Artıq oyunun 3də 1 hissəsinə doğru addımlayırıq. Yox, out, out Araz Saatlı'nındır. Hesab açılmayıb. Azərbaycan derbisindən. Saatlı əksizmə gedə bilər. Hansı komanda görək qələbəyə sevinəcək? Arazın Saatlı komandası yoxsa Şirvan komandası? Yerdə qalan meydan sahiblərinin futbolçusu var. Oyunun artıq 60-cı dəqiqəsinə keçid alırıq. Artıq oyunun 3də 1 hissəsinə doğru addımlayırıq. Artıq oyunda hesab 0-0 hələ ki. Mikrofon arxasında da mənəm, Demirov Hüseyin Ağa. Şirvan komandasının da baş məşqçisi Pərviz Bayramov. Yerdə qalan futbolçu var Şirvanın heyətindən. Şirvan komandasının tərkibində oyuncu dəyişikliyi İmam Mustafayev 99 nömrəli oyuncumuz oyunu tərk edir. Elcan Rəsulov 54 nömrəli oyuncu dəyişiklik reallaşır oyunun 61-ci dəqiqəsində.
Pərviz Bayramovun yetirmələri görək nə edəcək. Pərviz Bayramov da bir dəyişiklikdən istifadə elədi. 61-ci dəqiqə gedir. Şirvanın şahıdır bu. Şahların Şirvanıdır bu. 62-ci dəqiqə gedir. Pressing əl atır Şirvan, ama out. Aras Saatlı'nındır. Pressing hesap 0-0'dı. Ve Arasa, daha doğrusu Şirvan komandası pressing geliyor. Ve top meydanı terk edir. Out Şirvan. Saatlerinde pressing gelecek. 63. dəqiqə gedir. Hələ ki Aras Saatlı qələbə üzünə həsrətdir. Hələ ki Aras Saatlı Azərbaycan 2-ci liqasında qələbə üzünə həsrətdir. Yəni qələbə qazana bilməyib. Ve 64. dəqiqə başlayır. Şirvan'ın desavatı. Gol! Şirvan hesap açır. Şirvan hesap açır. 64. dəqiqədə 1-0. Şirvan'ın şahıdır bu. Şahların Şirvanıdır bu. Hesap açıldı. 1-0. 65. dəqiqəsinin 64. dəqiqəsində. Kolon müəllifi. Xanı Məcidzadə. Şirvanın qolun müəllifi Xanı Məcid Məmmədzadə oldu. 1-0 Şirvan irəlidədir. Yox. Qolun müəllifini bu dəqiqə mən... Gol! 2-0! Şirvan'ın şahıdır bu. Şahların Şirvan'ıdır bu. 2-0 olur hesap. Bir dəqiqə keçməmiş
Şirvan ikinci golü Aras Saatli'nin kapısından keçirdi. Şirvan sedaları gelir. Şirvan Emirköy İdman kompleksindeyiz. 66. dəqiqə gedir.